Salamlar millət, hər birinizi kanalımda salamlayıram. Mən Məhəmməd Abbaszadə. Abbaszadə TV-yə xoş gəlmisiniz. Köhnə videolarda Fox Proofing haqqında danışdıq, Katniss Proofing haqqında danışdıq, hansı ki həkimlər üçün Almaniyaya gəliş yoludur bu imtahanlar. Bundan sonra isə təbii ki, həkimlər daxil olmaqla Almaniyaya köç edən hər bir şəxs Almaniyada bir imtahana girir. Və bu imtahan həkimlik tərəfindən fikirləşək. Mən çünki Almaniyada həkim olaraq çalışıram 2023-cü ildən bəri. Anesteziolog və revmatoloq olaraq Weiterbildungumu hal-hazırda Almaniyada davam edirəm. Və mənim bugünə qədər Almaniyada və Almaniya hazırlıq yolundakı ən rahat imtahanıma girdim. Bu hansı imtahandır? Einbürgerungstest və yaxud Leben in Deutschland deyə bir imtahandır. Hansı ki Almaniyada yaşam imtahanı kimi adlanır. Bu imtahan yaxşı, niyə vacibdir məsələsinə gəldikdə isə, videonu qısaca burada kəsmək istəyirəm. Nəyə görə? Videonu izləyənlər, həmişə deyirəm, kanala abunə olmayan izləyicilərdir. Ona görə indi videonu burada qısa bir pauza edib, videoları bəyənib, kanala abunə olmağı unutmayın. Və bu tip maraqlı videoların gəlməsini istəyirsinizsə və bundan da xəbərdar olmaq istəyirsinizsə, burada olan balaca zvanov işarəsini basıb mütəmadi xəbərlərdən ən tez siz xəbər tuta bilərsiniz. İndi isə videonun davamına keçək. Almaniyaya gəldiyiniz vaxtı, həkim olaraq gəldiyinizdə sizə blaukart verirlər və bu blaukart adətən 2 illik olur. Yəni 2 ildən sonra artıq siz ya ölkəni tərk eləməlisiniz, oturumunuz bitir çünki, və yaxud da ki, imtahanlarınızı keçib, Weiterbildungu davam edib, xəstəxanada qalıb, iş müqavilənizi artırıb və bununla da Almaniyada oturumunuzu uzada bilirsiniz. Mən də eyni qayda bu formada elədim. Almaniyaya gəldim, köçdüm. FSB imtahanı olsa vermişdim deyə Almaniyaya gəldim. İş iznimi aldım. Beruf Erlaubnisi aldım. Hansı peşə icazəsi deyilir buna da. Ondan sonra 14 ay gözlədikdən sonra Katniss Proofing imtahanına girdim. Aprobasiyanı almaq üçün. Aprobasiyanı aldıqdan sonra isə sənədlərimi artıq miqrasiya idarəsinə göndərib öz oturumu sadəcə uzatmaq istəyirdim. Yəni məqsəd bu idi. Bundan artıq bir şey deyildi. Mən miqrasiya idarəsindəki Ansprechpartnerimə, yəni məndən məsul olan şəxsə e-mail yazdıqda ki, mən oturumun filan vaxtı bitəcək və mən bu oturumu uzatmaq istəyirəm. Çünki filan vaxta qədər müqaviləm var, yenə işləyəcəm 2029-cu ilə qədər və Weiterbildungumu eləyəcəm. Mənə bir neçə sənəd siyasəti atdı ki, hansı ki onları miqrasiya idarəsinə təqdim etməli idim və bu sənədlərin içində təbii ki Einbürgerungstest, Leben in Deutschland imtahanı olduğunu göstərdi. Yəni bunun belə deyək, keçdiyiniz haqqında sənəd kimi onlara təqdim olunmalıydı. Və mən də eyni qaydada belə elədim. Birinci, bu imtahanı ümumiyyətlə hardan tapmaq olar? Bu imtahana necə girilir məsələsi var. İmtahana girmək üçün yaşadığınız ərazidəki Volkshochschulelərə və yaxud bununla bağlı olan imtahan mərkəzlərinə müraciət etməlisiniz. Bununla bağlı təbii ki Google-da Einbürgerungstest və yaxud Leben in Deutschland yazdıqda internetə yazıb, yəni yaxınınızda kimi mənasını verir. Kifayət qədər çoxlu sayt tapa bilərsiniz, hansı ki oradan imtahana qeydiyyata başvura bilərsiniz. İmtahana qeydiyyat üçün Almaniyada sizə vacib olan bir neçə sənədlər var, hansı ki onları ora daxil edirsiniz, sonra sizə bir ödəniş qəbzi gəlir. 25 avro ödəmişdim mən səhv eləmirəmsə, öncələri və yaxud indən belə qiymətlər necə olacaq heç bir fikrim yoxdur. Amma son 2 ay qabaq mən müraciət edəndə 25 avro qiyməti var idi. Ödəniş etdikdən sonra sizə bir qəbz gəlir ki, bu şeyləri götürüb imtahan mərkəzinə yaxınlaşarsınız, imtahan adresi də yazılır. Nəysə, mən müraciəti elədim, reyting gəldi, ödənişimi elədim, sənəd gəldi ki, bəs pasportunuzu götürün, bir ədəd ruçka götürün, bir də ki, ödəniş etdiyinizlə bağlı qəbzi ya kopyasını ya da ki, şəkil formasını bizə təqdim edin. Mən də bunları götürüb imtahan mərkəzinə getdim. İmtahan mərkəzinə daxil olanda təbii ki, içəri girəndə çox fərqli bir atmosfer var idi. Çünki içəri girəndə hamı xarici demək olar və orada işləyən almanlar ən çox ləzzət edən şeylərdən biri bu olmuşdu. Orada işləyən almanlar o qədər səlis və düzgün almanca danışmağa çalışırdılar ki, hiss olunur ki, mənim yaşadığım onsuz da ərazi köhnə videolarına baxanlar bilər. Erzgebirginiz, Sachsen əyalətinin Erzgebirginiz hissəsidir və dağlıq ərazidir və bu insanlar həddindən artıq çox ləhcə ilə danışırlar. Yəni istəsələr də bunu düzəldə bilmirlər. Amma orada işləyənlər hiss olunurdu ki, o qədər öz dialektlərinə fikir verirlər ki, istəyirlər ki, düzgün formada bir almanca danışsınlar. Və bunu da təbii ki eləyirdilər. Bu da çox xoş bir hal idi. Açığı mən misal üçün xaricdən gələn bir həkim olaraq bunu görmək məni sevindirirdi. İçəri girdik, sənədlərimizi verdik. Bəs imtahana oturanda da təbii ki imtahanı yazılı formada verirsiniz. Bəs imtahanda nə sual verilir? Məsələ odur. İmtahana hazırlıq üçün proqramlar var. İndi bunun birini burada göstərəcəm. Proqrama daxil olursunuz. İmtahan özü 33 sualdan ibarət olur. Test bankında isə 300 sual ümumi, yəni Almaniya haqqında ümumi bilgilərdən, 10 sual isə sizin yaşadığınız əyalət haqqında suallardan gəlir.
Misal üçün 300 sualın içinə nə daxil olur? Almaniyanın kansleri kimdir? Almaniyada misal üçün bu partiyanın adı nədir? Almaniyanın qeribi şəkillər göstərilir. Bunlardan hansıdır? Və yaxud bəzi tipik suallar gəlir. Məsələn, evliliklə bağlı, yaşamaqla bağlı, hansı sənədi, hansı idarəyə vermək lazımdır? Bu idarə nəyə baxır? Kimi suallar qarşınıza çıxır və bunları 300 sualın içindən bir dəfə oxuyub, əzbərləyib, gedib imtahanı çox rahatlıqla keçə bilərsiniz. Digər qalan 10 sual isə sizin yaşadığınız əyalətin bəzi qayda və qanunlarından hazırlanan suallardır. İmtahanı isə 33 sual düşür. 3-ü sizin öz bölgəniz haqqında, qalan 30-u isə ümumilikdə Almaniya haqqında olan suallardır. Proqramın istifadəsi çox sadədir, açığı deyərdim ki, imtahana 1-2 gün qalmış, hətta sualları bir dəfə üstündən keçsəniz belə sizin yadınızda qalacaq, yəni əzbərləməyə məcbur deyil. İkinci bir digər məsələ isə bu imtahana girmək üçün Alman dilinizin olmasını heç kim yoxlamır. Yəni məcbur deyil ki, siz Almanca möhtəşəm biləsiniz. Yəni heç sıfır Almanca bilgisi ilə, göz yaddaşı ilə o sualları əzbərləyib o imtahana girsəniz, yenə imtahanı keçirsiniz. Dediyim kimi, imtahana kağız formasında sizə təqdim olunur. Test bankı 33 sual daxilində var. Ruska ilə qaralaya-qaralaya keçib axırda qolunuzu çəkib yollayırsınız. Və bu imtahanı keçdikdən sonra artıq o imtahan verdiyiniz mərkəz yox da, bizim mərkəzimiz o idarəyə yollanır. Nürnbergdə olan bu miqrasiya işlərinə baxan bir idarəyə yollanılır nəticələr. 1-2 ay ərzində, 4-8 həftə ərzində sizin cavabınız sizə evə poçt olaraq yollanılır ki, siz imtahanı keçmisiniz yoxsa yox. Bir də bu formada belə bir sertifikat verirlər, şəklini burada yerləşdirirəm. Bu sertifikatı sizə verirlər və siz bu sertifikatla artıq nələrə müraciət edə bilərsiniz? Artıq ikinci məsələ budur. Bir, mənim kimi Almaniyada əgər həkimsinizsə, 21 ay işləmisinizsə, hətta fachkraftlara deyilir. Yəni ki, əlinizdə ixtisas var və siz bu ixtisas üzrə Almaniyada işləyirsiniz. 21 ay işlədikdən sonra, 21 ayın tamamında ömürlük oturum dedikləri unbefristes Aufenthaltstitel almaq üçün lazım olan imtahandır. Bu imtahanı verdikdən sonra artıq bunu çox sadə, rahatlıqla ala bilərsiniz 21 ay işlədikdən sonra. İkinci məsələ, bəzi hallarda sadəcə normal vizaların və yaxud da ki, oturumların bir müddəti uzadılmasına lazım olur. Misal üçün 3 illik, 5 illik verilə bilir. Ən sonuncu məsələ isə və bir çoxunuza təbii ki, bu da maraqlı olar. Almaniyada vətəndaşlıq almaq üçün, Alman pasportuna sahib olmaq üçün bu imtahanı yenə keçmək vacibdir. Amma son xatırladığım məlumatlara görə Almaniyada əgər vətəndaş olmaq istəyirsinizsə 5 il Almaniyada yaşamalısınız. Amma bu testdə vacib olan testlərdən biridir və bu testdə keçmək mütləqdir. Mənim təcrübəmdə açığı, belə deyək, imtahana qeydiyyata düşəndə proqramı yüklədim, yüngül bir baxdım, bağladım. Gördüm ki, çox rahat suallarda heç bəzilərinə hazırlıq olmadan belə Alman diliniz varsa deyərdim ki, sualları baxdıqda onsuz bəziləri çox rahatlıqla ortaya çıxır. Amma xüsusi təbii ki, suallar var, hansı idarə nəyə baxır və yaxud deyir ki, məsələn, Bürger prezidentinin misal üçün gördüyü işlər hansılardır və ya bu işləri sayır və bunları kim görür? Kanslermi, Bürgermeistermi, Bürger Polizeimi bu formada. Təbii ki, test halındadır. 4 cavab bir sualdan ibarətdir və hər bir sualın bir düzgün cavabı var. Səhv düzə aparmaq söhbəti yoxdur bildiyim qədərilə və 17 sualı düzgün cavablandırdıqda artıq imtahanı keçmiş sayılırsınız 33 sualın içindən. Əgər siz də Almaniyaya həkim kimi gəlmisiniz və yaxud digər bir məqsədlə gəlib oturumunuzu almaq istəyirsiniz və yaxud Alman vətəndaşı olmaq istəyirsinizsə bu imtahanı keçməlisiniz. Ona görə bu imtahan üçün bu qoyduğum proqramı yükləyirsiniz və mütəmadi pratiklər edə-edə öz bilgilərinizi artırırsınız. Təkrar biliyin anasıdır. Öncədən yükləyib, yəni bir həftə ərzində bunları rahat-rahat oxusanız, imtahana da girəndə həm daha rahat girərsiniz, həm də rahat-rahat keçərsiniz. Dediyim kimi, gəldiyiniz yoldakı ən asan imtahan bu olacaq. Özünüzü sıxmayın. Rahat-rahat hazırlaşıb bu imtahanda keçəndən sonra ömürlük oturumunuzu alıb Almaniyada işləməyə daha rahat başlaya bilərsiniz. Və müsbəti də odur ki, artıq ömürlük Aufenthaltstitel aldıqdan sonra sizin miqrasiya idarəsi ilə Ausländerbehörde ilə olan münasibətiniz bir balaca kəsilir. Yəni uzun bir müddət deyərdim ki, yəni xüsusi bir hallar olmasa, köçməsəniz, adətən adres dəyişikliklərinə ehtiyac olur və yaxud maksimum bir dəfə çağırırlar bir-iki şeyə görə. Yəni bu testi keçdikdən sonra, unbefristes Aufenthaltstitel aldıqdan sonra sizin işləriniz Almaniyada biraz da daha rahatlaşır. Ona görə keçilməyi məsləhət olunan bir imtahandır. Mən hər birinizə uğurlar arzu edirəm. Ümid edirəm ki, həm Almaniyaya gəliş yolunda, həm də Almaniyaya gəldikdən sonra bütün çətinlikləri rahatlıqla həll edəcəksiniz. Mən sizə inanıram, Azərbaycan xalqı qətiyyən narahat olmayın, hər işdən baş çıxardar, hər çətinliyə girər, o çətinliklərdən rahatlıqla çıxan bir xalqdır. Özünüzə yaxşı baxın, sizə uğurlar arzu edirəm bu yolda. Videoları bəyənib kanala abunə olmağı unutmayın. Maraqlı videolar gələcək. Ona görə burada bir zvanok olur. Onu da sıxsanız sizə mütəmadi bildirim gələcək mən yeni video atdıqda. Görüşərik. Xoş həftə sonları diləyirəm.